İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi ərazidə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədi ilə strateji layihəyə start verib. Daha ətraflı növbəti sujetimizdə. İçərişəhər tarixində ilk dəfə olaraq sakinlərin geniş miqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədi ilə xüsusi komissiya yaradılıb. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq. Soruşdular vəziyyət necə, yaşayışın necədir, ailədə neçə nəfərsiniz? Hazırda icrasına başlanılmış bu təşəbbüs qədim şəhərin sakinləri üçün yeni xidmət standartları və yüksək rifah vəd edir. Azərbaycan dilindən başqa hansı dildə sərbəst danışa bilirsiniz? Rus dilində. Zəhmət olmasa bizə küçə, mənzil, binanı deyərsiniz. Böyük Qala küçəsi, 36, mənzil 1. Bizim könüllərimiz bir-bir İçərişəhər sakinlərinin evlərinə yaxınlaşırlar və sakinlərdən uçot üçün, qeydiyyat üçün məlumatlarını əldə edirlər. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə bu tarixi addım ilk növbədə sakinlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, həmçinin onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir. Toplanacaq dəqiq əhali məlumatları gələcək sosial və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün baza rolunu oynayacaq. Təxminən 40-dan çox könüllü bu prosesə cəlb olunub. Bilirsiniz ki, qoru könülləri məhz İçərişəhər sakinlərindən daha çox formalaşıb. İndiki bu proses 2 mərhələdən ibarətdir. Hal-hazırda İçərişəhər ərazisində fəaliyyət göstərir. Daha sonra bu proses bizdə Qala Qoruğunda da davam edəcəkdir. Ümumilikdə 214 ailədən 762 nəfərin uçotu aparılmışdır. Vətəndaşların rahatlığı üçün məlumatlar həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. İlkay Nəvayqi qızı Nadir Cəlilov, Space Xəbər.